18'li qanlı ay. Haydi, yapalım eləməyə gəlsin. Böyle bir güclü gecə çəkilişində 30 saat görsənir. O kommentör parlaq olan yox. Bu üfüqdə bütün rütubət dünənki o tufan zad dayandı. Dünən şənbə günü axşamından buz kimi idi. Gün ortasından. Yüzlərlə burada təyyarələr gedir oyuna, bəzən yan-yana, hava xətti Xəzərin üzərinə o tərəfə, şərqə tərəfən çox gedir. Bu onun xəttidir, gecə çəkilişi. Bu əlavə o download dediyimiz komet, o da bəzən də vermə planeti dediyimiz. Amma hava qaralanda şərqdən bəyaqları o tərəfdən çıxır əsasən. Bu isə gecə vaxtı həmin bax taxıl zəmisidir, balaca. Həsə olar bir yarım sota hesabı. İşıq üzərinə düşəndə necə görsənir. Sulanmalıdır, o qədər yağışdır, amma torpağa fikir verirəm, qurudu. Təşəm tut ağacının. O qədər belə xatirələrə danışım, baxmışıq ki. Təyyarələrin qultusu, gündüzlər, helikopterlər səsləri. Gecə saatı dünənlərdə, bugün 84 ildən sonra ikizlər bir cünə giriş deyirlər. Ağlım və zikəndikdə sürətlənmiş dövr. Sularda baş verən. Niyyət edirəm ki, bütün ümumiyyətlə hər bir kəs oğurlu olsa və ikizlər bir cünə tamamilə tez olan. Təbii ki, illərin də fərqi var, hər eyni deyil. İlin, günün hamısı müxtəlif cürəkizdə, müxtəlif cürət. Təşkəm şəkildə bu neçə illərin çətinlikdə olan hər bir kəsin bu dəyişkənliyi inşallah ki, dəyişilər. İnşallah ki, ümidsiz eləmirəm və tamamilə əminəm artıq o özləri yox. Tam gözəlliklə gündə dəyişiləcəyinə bütün astronomik bilgiləri də bilirəm. Astronomiya da əvvəldən həvəs və marağım fitrədən olurdu enerji. Onu çəkirəm bu ayrıda. O bir çəkilişlərin hamısını yükləsəm yüzlərlə anlar olub, minlər. Ən əsas yeni terapiya nədir? Keçən həftələrdə də belə idi. Bu vaxtlar olur, dünən buludda yox. Elə təzə ay girəndə, ay deyəndə ki, təzə ayın döngəsi ilə. Möhtəşəm